Salam uşaqlar. Biraz işlərimə görə videoları gecə yerləşdirdim, amma inşallah bundan sonra davamlı yerləşdirəcəm videoları. Deməli, indi bitkilərin suyu buxarlandırması və xəzan dərsi ilə tanış olaq. Hesablamalara görə ayrı-ayrı bitkilər müxtəlif miqdarda su buxarlandırır. Belə ki, yetkin qarğıdalı bitkisi gün ərzində 800 qram, kələm 1 litr, toz ağacı 60 litrə qədər su buxarlandırır. Bu hissəni bilməyiniz vacibdir. Çünki ola bilər elə məsələ düşər ki, bundan istifadə eləyəcəksiniz. Buxarlanma nədən asılıdır? Deməli, hüceyrənin əsas hissəsini su təşkil edir. Su mürəkkəb həyat proseslərini təmin edir. Hüceyrə susuz məhv olur. Kök vasitəsilə bitkiyə daim su və suda həll olunmuş mineral duzlar daxil olur. Sovrulan su və suda həll olunmuş mineral duzlar borularla gövdəyə, yarpaqlara və bitkinin digər orqanlarına çatdırır. Yəni, kök təzyiqi deyilən bir şey var ki, necə ola bilər ki, yəni kökdən su digər hissələrə aparılır? Çünki kök təzyiqi deyilən bir şey var. Kök təzyiqi nədir? Kök təzyiqi odur ki, bitki su və suda həll olunmuş mineral maddələri sorduqda bitki köklərində həmin kimyəvi elementlərin miqdarı artır. Osmotik təzyiq əmələ gəlir. Ümumiyyətcə, osmotik təzyiq bəs nədir? Osmotik təzyiq qida maddələrinin qatılığının artmasıdır. Bu zaman bitki daima həmin torpaqdan su sovurmaqla həmin təzyiqi tarazlaşdırmağa çalışır. Çünki osmotik təzyiq oldu. Qatılıq artdı. Qatılıq bir yandan. İndi bu tarazlaşmalı deyil. Biraz da su əlavə olunsun ki, çox qatı olmasın da. Yəni, ümid edirəm, başa düşdünüz nə demək istədiyimi. Deməli, həmin təzyiqi tarazlaşdırmağa çalışır. Deməli, və həmin o suyun gövdə ilə qalxmasında dedik ki, kök təzyiqi suyun buxarlandırması nəticəsində meydana çıxan yarpaqların soruculuq qüvvəsi əsas rol oynayır. Bitkilərin suyu buxarlandırması. Torpaqdan daxil olan suyun az bir hissəsi fotosintezə sərf olunur. Əksər hissəsi isə əsasən yarpaqlardakı ağızcıqlar vasitəsilə buxarlandırılır. Yəni, biz məsəl üçün fotosintezin reaksiyasını deyəndə karbon qazı üstə gəlsin su, burada glikoza ilə oksigen ayrılır. Yəni, karbon qazı üstə gəl su. Deməli, sudan istifadə olunur. Əksər hissəsi isə əsasən yarpaqlardakı ağızcıqlar vasitəsilə buxarlandırılır. Bitkilərin suyu buxarlandırması prosesi transpirasiya adlanır. Transpirasiya yalnız su ayrılır transpirasiya nəticəsində. Bir hadisə də var idi ki, qutasiya hadisəsi. Qutasiya hadisəsi zamanı isə duzlar da çıxır. Su ilə yanaşı duzlar da çıxır. Transpirasiya zamanı yalnız su çıxır. Deməli, bitkilərdə buxarlanmanın sürəti nədən asılıdır? Onların yaşayış şəraitindən asılıdır. Yəni, məsələn, hava çox istidirsə, günəş yəni çox qızmardırsa və küləkli havada buxarlanma, belə deyək, daha sürətlə gedir. Nəinki sakit və yağışlı havada olduğundan daha. Çünki hava istidir, yarpaq qızmamalıdır. Elə deyil, yarpaq özünü soyuq saxlamaq üçün su buxarlandırır yarpaqlar. Buna görə də yüksək temperaturda daha sürətli getmiş olur. Burada fəaliyyət hissəsinə mütləq baxarsınız. Ola bilər ki, situasiyada ola bilər, yəni hər hansı bir tapşırıqda belə şəkili qoyarlar. Sizdən soruşarlar ki, bu hansı hadisədir? Bu nədir? Ona görə də fəaliyyət bölümünə mütləq baxmalısınız. Transpirasiyanın tənzimlənməsi. Bitkilər ağızcıqlarını açıb bağlamaqla suyun buxarlandırmasını artıb azalda bilir. Əksər bitkilərdə ağızcıqlar gündüz açıq olur, gecə isə bağlı olur. Bitkilərdə su çatışmadıqda onlar gündüzlər də qapanır. Çünki bitkilərdə su niyə qapanır? Çünki, bax, bu bitkidir. Bunda su onsuz da yoxdur. Hələ Pilusda bunun ağızcıqları açıq olsa, ağızcıqlar suyu buxarlandırır. Bir tərəfdən su yoxdur, bir tərəfdən də su buxarlansın. Yəni, onda nə olacaq ki? Ona görə də ağızcıqlar qapanır. Rütubətli yerlərin bitkilərində isə begonia ficus. Əksinə olur bunlarda. Suyu buxarlandırmaq üçün deməli bunlarda yarpaq sahəsi və ağızcıqlar çox olur, kök təzyiqi isə aşağı olur. Mütləq bu iki dənə bitkini yadınızda saxlayın. Testlərdə qarşınıza çıxacaqdır. Deməli, begonia ilə ficusda necə oldu? Yarpaq sahəsi ilə ağızcıqlar çoxdur, amma kök təzyiqi isə aşağıdır. Suyu buxarlandırmanın əhəmiyyəti. Yarpaqların suyu buxarlandırması nəticəsində bitkidə su və suda həll olunmuş maddələr daim kökdən yarpağa doğru hərəkət eləyir. Mineral duzlar bitki tərəfindən mənimsənilir. Su cəryanı vasitəsilə daim yeniləri daxil olur. Yəni, mineral duzları həm istifadə edir, istifadə elədikcə də tezdən təzələri gəlir. Buxarlanma zamanı həmçinin bitki qızmaqdan qorunurdu. Bayaq biz deməli qutasiya hadisəsində dedik. Qutasiya özü nədir? Suyun yarpaqlarda damcılar şəklində toplanması və bayaq da qeyd elədim ki, qutasiyada həm su damcılar şəklində toplanıb ayrılır, həm də mineral duzların ayrılması baş verir. İndi xəzan. Payızda soyuqlar düşdükdə torpaqda kök təzyiqi zəiflədiyindən bitki kökü suyu sovura bilmir.
Nəticədə özündən su buxarlandırmanın qarşısını almaq üçün xəzan, yarpaq tökülməsi baş verir. Xəzan zamanı gövdə ilə yarpaq arasında onları ayırmaq üçün mantarlaşan bir qat əmələ gəlir. Yarpaqlarda yaşıl xlorofil məhv olur və digər pigmentlər, yəni üzə çıxmağa başlayır xloroplastlar nəticəsində deyək. Yarpaqlarda yaşıl xlorofil məhv oldu, digər pigmentlər üzə çıxdı, yarpaq müxtəlif rənglər alır. Xəzan təkcə payızda olmur, yəni desək ki, xəzan ancaq payızdan baş verir, xeyr, yayda da hətta yarpaqların tökülməsi baş verir. Bəs yayda niyə baş versin? Tamam, payızda bildik ki, yarpaq tökülür, özündən suyun buxarlandırmasının qarşısını almaq üçün, çünki o qədər soyuq olur ki, bitki sovura bilmir də həmin o, necə deyim, maddələri. Ona görə tökülür. Bəs yayda niyə olsun? Yay ki istidir, yayda ki sovura bilir. Yayda ona görə olmur ki, bitkidə su çatışmır. Yəni o qədər istidir ki, su yoxdur da, quruyub belə deyək. Ona görə də yayda da xəzan baş verə bilir. Yarpaqlarını tökən və həmişəyaşıl bitkilər. Qış dövrünü yarpaqları tökülmüş vəziyyətdə keçirən bitkilər yarpaqlarını tökən, yarpaqları yaşıl olan bitkilər də həmişəyaşıl bitkilər deyilir, adı üstündə olduğu kimi. Həmişəyaşıl bitkilərdə xəzan olmasa da, ömrünü başa vurmuş yarpaqlar vaxtaşırı tökülürlər. Xəzan yoxdur, sadəcə onlarda ömrü qutarıbsa vaxtaşırı yarpaqlar tökülür. Məsələn, şamda yarpaqlar 2-3, küknarda 5-7 ildən bir tökülür və buna uyğun məsələ salırlar. Məsələn, necə bir məsələ tutaq ki, deyir ki, 10 yaşlı bir şam ağacıdır. 10 yaşlı şam ağacı maksimum nə qədər yarpaq tökübdür. Bunun üçün nə qaracaqsınız? Bax, şamda deyir ki, 2-3 ildən bir tökür də, elə deyilmi? Maksimum tökülməni tapmaq üçün 2 ilə hesablayırıq. Əgər bunun 10 yaşı varsa, ondan 2 çıxacaq 8. Deməli, 8 il. Əgər minimum nə qədər töküb, ondan 3 çıxacaqdınız, o zaman da 7 il. Həmçinin küknar da eyni şəkildə hesablayırsınız. Burada tapşırıqları da mütləq baxarsınız, tətbiq edin, nə öyrəndiniz, baxmağınız vacibdir. Heyvanlarda daşıyıcı sistem. Məsəl üçün amöbdür, infuzor tərlikdir. Bu bir hüceyrəli heyvanlarda maddələr sitoplazmanın daim hərəkət etməsi sayəsində hüceyrənin bir yerindən digər hissəsinə aparılır. Çox hüceyrəli heyvanlarda bunların hüceyrələri isə, yəni həyat üçün zəruri maddələri onları əhatə edən toxuma mayesindən alır. Bəzi qurtlar, həşəratlar və digər onurğasızlarda bu maye bütün bədəndə dövr edir və hemolimfa adlanır. Qeyd edeyim ki, hemolimfa oksigen daşımır. Biz həşəratlarda dedik ki, qan oksigenin daşınmasında iştirak eləmir. Oksigen yoxdur. Sadəcə olaraq qida maddələrini daşır. Bunu yadınızda saxlayın. Heyvanların bir çoxunda maddələrin bədəndə daşınmasını qan damar sistemi həyata keçirir. Deməli, heyvanlarda maddələrin daşınması. Heyvanların əksəriyyətində maddələrin bədəndə daşınmasını təmin edən nəqliyyat sistemi var. Bu nədən ibarətdir? Ürək və qan damarlarından ibarətdir ki, ürəklə qan damarları bir yerdə qan damar sistemi adlanır. Bu sistemlə qan dövr edir. Bir sıra heyvanlarda o rəngsiz maye olan plazmadan və qanın formalı elementlərindən ibarətdir. Plazma 55-60% təşkil edir. Qanın formalı elementləri isə 40% təşkil eləmiş olur. 40-45% təşkil eləyir. Deməli, qanın tərkibində hansı hüceyrələr var? Eritrositlər vardır, leykositlər vardır, trombositlər vardır. Eritrositlər qırmızı qan hüceyrələrdir. Qana qırmızı rəng verən hüceyrələr eritrositlərdir. Toxumaları oksigen daşır, vəzifəsi budur. Onlar həm də toxumalarda yaranan karbon qazının bədəndən çıxarılmasında iştirak edirlər. Qanda olan ağ qan hüceyrələri leykositlərdir. Orqanizmə düşən yad cisimcikləri və xəstəlik törədən mikrobları məhv edirlər. Qan lövhəcikləri, trombositlər isə qanın laxtalanmasında iştirak edirlər. Bədəndə dövr edən qan həm də toxuma hüceyrələrində qida maddələrini çatdırır və eyni zamanda zərərli maddələrin bədəndən çıxarılmasında iştirak edir. Bir də qeyd edim ki, leykositlər yeganə qan hüceyrəsidir ki, qan damarlarından çölə çıxa bilir. Qan damarlarından çölə çıxır, həmin o hüceyrə arası sahəyə keçir, hüceyrə arası sahədə olan yad cisimcikləri tutur, yalançı ayaqları ilə onları əhatə edir. Leykositlərin yalançı ayaqları var, bunu da yadınızda saxlayın. Leykositlərin yalançı ayaqları var. Amöb kimi onlarda yalançı ayaqları var və leykositlər deməli, bəli, yalançı ayaqları var. Bundan sonra baxaq. Deməli, arterial və venoz qan haqqında danışaq indi.
Və onu da qeyd edeyim ki, dediyimiz kimi o leykositlərin yad cisimcikləri tutması, yəni onlarla qidalanmasını ilk dəfə olaraq Meçnikov tərəfindən kəşf edilmişdir və fagositoz adlanır. Fagositoz qidalanma. Bir də bu trombositlər var ki, qanın laxtalanmasını həyata keçirən. Qanın laxtalanması normal 3-8 dəqiqə, yəni minimum 3 dəqiqə ərzində, maksimumda 8 dəqiqə ərzində qan laxtalanmalıdır. Ondan sonra onurğalı heyvanların qan dövranında adətən iki cür qan olur. Arterial və venoz qan dövr edir. Amma məsəl üçün qarışıq qanı olanlar var. Yəni suda quruda yaşayanlarda qarışıq qandır, sürünənlərdə qarışıq qandır. Arterial qan oksigenlə, venoz qan isə karbon qazı ilə zəngin olan qana deyilir. Məməlilər və quşlarda ürəkdə arterial qan venoz qanla qarışmasa da, qurbağa, kərtənkələ və ilanda qan ürəyin şöbələrinin birində qarışır və heç bir canlının başına qarışıq qan gedə bilməz. Bunu yadınıza saxlayın. Yəni qarışıq qana malik olan canlılarda belə başa heç vaxt qarışıq qan gedə bilməz. Nə də venoz qan gedə bilməz. Ancaq və ancaq arterial qan gedir. Deməli, məməlilər və quşlarda ürəkdə arterial qan venoz qanla qarışmadı. Qurbağa, kərtənkələ, ilanda hər hansı bir şöbədə qarışır. Nəticədə onların əksər bədən orqanlarına qarışıq qan daxil olur. Ürək və damarlar. Bir çox heyvanlarda qanın hərəkəti ürəyin hesabına təmin edilir. Qan damarlarla hərəkət edir. Qan damarlarına arteriya, vena və kapilyarlar aiddir. Arteriya damarı ürəkdən çıxan damarları deyilir. Vena damarları ürəyə gələn damarlardır. Kapilyar damarlarında isə maddələr, yəni həmin qazlar mübadiləsi gedən damarlar isə kapilyar damarları adlanır. Və bunu qeyd edeyim ki, arteriya damarlarında əsasən arterial qan, vena damarlarında əsasən venoz qan olur, amma istisnalar var. Ağciyər arteriyası arteriya olmasına baxmayaraq onda venoz qan, ağciyər venasında isə vena olmasına baxmayaraq onda arterial qan vardır. Yəni tərsinədir. Bunu 8-ci sinifdə ürək dərsini keçəndə, yəni qan damar sistemi ürək keçəndə orada daha ətraflı deyəcəm. Deməli, kapilyarlar adlanan kiçik damarlar dedik ki, arteriya və venalar arasında yerləşdi, qazlar mübadiləsini həyata keçirdi. Bəs özümüzə belə bir sual verə bilərik ki, niyə qazlar mübadiləsi kapilyarlarda gedir? Çünki arteriya və vena damarlarının divarı qalın olduğuna görə, kapilyar nazik olduğuna görə qaz mübadiləsini ən asan kapilyar əmələ gətirir. Çünki qaz mübadiləsi keçməlidir da, bu qazlar divardan keçməlidir da, elə deyil, difüz olunmalıdır da. Divarı qalındırsa necə keçsin? Ona görə də kapilyarlar həyata keçirir bunu. Qanla hüceyrələr arasında əlaqə kapilyarlar vasitəsilə həyata keçirdi. Qan yavaş axır kapilyarlarda. Qida maddələrini və oksigeni hüceyrələrə verir. Bax, həqiqətən qanuna uyğun şəkildədir. Oxuyanda özünüzə sual verin ki, kapilyarlarda qan niyə yavaş axır? Çünki yavaş keçməlidir ki, qida maddələrinə oksigeni verə bilsin də hüceyrəyə. Sürətli keçsə heç onun verməyə vaxtı olmayacaq o oksigenlə qida maddəsini. Ona görə də yavaş hərəkət edir. Ən yüksək isə arteriya damarlarında, yəni sürətlidir. Aşağı isə vena damarlarındadır. Deməli, onlardan lazımsız məhsulları karbon qazını aldığı kapilyarlar nəticədə maddələr mübadiləsi baş vermiş oldu. Bir də bunu qeyd edeyim ki, arteriya və vena damarları ilk dəfə mollyusklarda yaranıb. Yəni dediyim kimi, həmin o yadınızda saxlayın ki, arteriya və vena damarlarının divarı qalındır və arteriya və vena damarları ilk dəfə mollyusklarda yaranıbdır. Kapilyar damarları isə ilk dəfə həlqəvi qurtlarda yaranıbdır. Belə. Sonra burada mütləq tapşırıqlara baxarsınız. İfrazat. Orqanizmlərin həyat fəaliyyəti nəticəsində bədəndə son parçalama məhsulları, zərərli maddələr, suyun və duzların artığı yaranır. Heyvanlarda ifrazat orqanları və sistemi. Əksər çox hüceyrəli heyvanlarda yuxarıda sadalanan maddələrin bədəndən çıxarılması üçün ifrazat orqanları mövcuddur. İfrazat prosesi. Orqanizmlərin həyat fəaliyyəti nəticəsində yaranan, onun üçün lazımsız olan maddələrin bədəndən çıxarılmasıdır, bildiyiniz kimi. O, tənəffüs və həzm prosesləri ilə birlikdə maddələr mübadiləsini təmin edir. Yəni, ifrazat prosesi, ifrazat sistemi, tənəffüs və həzm sistemi bir yerdə maddələr mübadiləsini təmin etmiş olur. Bir hüceyrəli heyvanlar, məsəl üçün amöb, infuzor tərlik və s.
əksəriyyətində zərərli maddələr və suyun artığı ifrazat vakuolları vasitəsilə bədəndən xaric olunur. Əksər orqanizmlərdə isə bu zərərli maddələrin çıxarılması üçün ifrazat sistemi yaranır. Qurtlarda ifrazat sistemi şaxələmiş kanalcıqlardan, yəni ki, məsəl üçün belə deyim də, yassı qurtlarda proteinefridlər, həlqəvi qurtlarda metanefridlər, 7-ci sinifdə daha yaxşı biləcəksiniz. Hörümçəklərdə Malpighi borularından və xüsusi vəzlərdən ibarətdir. Həşəratlarda isə Malpighi borularından və pi cisimciklərindən ibarətdir. Bir cüt bəzi xərçənglərdə isə başda yerləşən bir cüt yaşıl vəzlər vardır. Onurğalı heyvanlar və insanın ifrazat sistemində əsas ifrazat orqanı bir cüt böyrəkdir. Bunu yadınızda saxlayın ki, böyrək ilk dəfə mollyusklarda yaranmışdır proterozoy erasında. İndidən əslində eralar 10-cu sinifdədir, amma indidən öyrənməyiniz vacibdir ki, sonra sizə çətin olmasın. Toxuma və orqanlardan gətirilən qan böyrəklərdə süzülür, orqanizm üçün lazımsız olan maddələrdən suyun artığı və mineral maddələrdən təmizlənir, nəticədə sidik yaranır. Sidik böyrəkdən çıxan sidik axarları ilə sidik hissəsinə gətirilir, sonra isə sidik kanalı ilə xaric edilir. Bir də sizə bir şey deyim, bu böyrəklərlə əlaqəli elə bir test salırlar ki, çaşdırmaq üçün. Deyir ki, səhv olan ifadələri tapın. Bir çox xeyli ifadə yazırlar. İndi əsas orada çaşdığınız məqam nə ola bilər? Deyir ki, bir böyrəkdən bir cüt sidik axarı çıxır. Bəzən uşaqlar bunu eləyir ki, hə, bir böyrəkdən bir cüt. O bir cütü bir kimi başa düşməyin. Yəni bir böyrəkdən bir cüt çıxmır. Bir böyrəkdən bir dənə çıxır. Yəni ora mütləq diqqət etməyiniz gərəkən lazım olan məqamdır. Bitkilərdə ifrazat necə baş verir? Bitkilərdə son parçalama məhsullarının bədəndən çıxarılması müxtəlif üsullarla gedir. Lazımsız maddələrin və artıq suyun bədəndən çıxarılması bir hüceyrəli yosunlarda yığılıb açılan vakuolla, çox hüceyrəli yosunlarda isə bütün bədən səthi ilə həyata keçirir. Quru bitkilərində belə məhsullar vakuollarda toplanaraq xüsusi vəzlər və nektarlıqlar, tükçüklər vasitəsilə orqanizmdən xaricə çıxarılır. Bitkilərin ifraz etdiyi bu maddələr tozlandırıcı həşəratları bitkilərə cəlb edir. Bax, bitkilərin nə ifraz edə bilər? Nektarlıqlardır, efir yağlarıdır. Bu bitkilərin əslində lazımsız maddəsidir, ifraz edir. Amma o nektardır, efir yağlardır, həşəratları özünə cəlb edir. Tozlandırıcı həşəratları özünə cəlb edir. Və onların, belə deyək, mikroorqanizmlərdən, ot yeyən heyvanlardan qorumağa xidmət edir. Ağac bitkiləri özündə toplanan zərərli maddələrdən xəzən zamanı yarpaqlarını tökməklə xilas olur. Maddələr mübadiləsi. Canlı orqanizmə ətraf mühitdən daim maddələr daxil olur və əmələ gələn son parçalama məhsulları xaricə çıxarılır. Maddələrin bədənə daxil olduqdan sonra parçalanması, yeni maddələrin yaranması, hərəkəti və ifraz olunması hamısı bir yerdə maddələr mübadiləsidir. Maddələr mübadiləsi canlı orqanizmlərin əsas əlamətidir. Onun dayanması orqanizmin ölümünə, məhvinə səbəb olur. Burada mütləq tapşırıqlara baxarsınız. İndi isə qeyri-cinsi çoxalma. Canlılar vaxtaşırı məhvə məruz qalırlar, amma yer üzərində daim mövcuddurlar. Qeyri-cinsi, yəni necə olur ki, bir canlı daima məhv olur, amma hələ də yer üzərində mövcuddurlar? Təbii ki də çoxalma. İndi qeyri-cinsi çoxalma forması ilə tanış olaq. Bu çoxalmada bir valideyn iştirak edir və cinsi hüceyrələr, yəni qametlər yaranmır. Yadınızda saxlayın, yeganə qeyri-cinsi çoxalma üsuludur ki, orada iki valideyn fərd, iki valideyn iştirak edir. Çiliklə çoxalmada iki valideyn iştirak edir. Amma əslində bir valideyn iştirak etməlidir, o biri istisnadır. Bu səbəbdən də yeni yaranan qız fərdlər ana fərdin əlamətini daşıyır. Çünki ancaq anadan yaranır. Ancaq ana iştirak eləyirsə, təbii ki də bütün əlamətləri anada olduğu kimi olacaq da. Qeyri-cinsi çoxalmanın bölünmə, sporlama, tumurcuqlama və vegetativ çoxalma kimi formaları vardır. Adi amöb yaşıl evglena kimi bir hüceyrələr və bakteriyalar iki bərabər hissəyə bölünmə yolu ilə çoxalır. Adi amöb istənilən hissədən ikiyə bölünə bilər. Yaşıl evglena ya elə bir uzunla şəkildə bölünür yaşıl evglena. Əvvəlcə qametlərini ikiləşdirir. Baxın, burada aşağıda adi amöb və yaşıl evglena yazılan hissəyə baxın. Orada amöb istənilən formada bölünə bilər. Yaşıl evglena əvvəlcə qamçılarını ikiləşdirir. Bax, əvvəl bir dənə qamçısı var idi. Sonra iki dənə qamçısı olur. Uzunla şəkildə bölünür, bir-birindən ayrılmış olur.
Həmçinin dedi ki, bakteriyalar da 2 bərabər hissəyə bölünmə yolu ilə çoxalır. Bunu bir də uşaqlar qarışdırır ki, bakteriyalarda mitoz və ya meyoz deyək də. Bakteriyalarda nə mitoz var, nə meyoz var. Yəni mitoz yolla bölünmür. Sadəcə sadə bölünmə yolu deyirsiniz. Sadə 2-yə bölünmə, bu qədər. Bir çox yosunlar, mamırlar, qıcıkimlər, əksər göbələklər, bir hüceyrəli sporlarla maya göbələyi və şirin su gölməçələrində yaşayan hidra tumurcuqlama yolu ilə çoxalır. Hidra necə çoxalır? Tumurcuqlama. Deməli, yay fəsli olanda hidranın bədənində kiçik qabarcıqlar yaranır. Onlar da böyüyür. Böyüyəndən sonra bədənin ucunda qollar və ağız boşluğu əmələ gəlir. Bunlar əmələ gələndən sonra həmin ana orqanizmdən qopub düşür yerə və hidrada ən axırıncı əmələ gələn yer hansıdır desə, tumurcuqlama yolu ilə çoxalanda aşağı hissə döşənəkdir. 7-ci sinifdə biləcəksiniz döşənək onun harasıdırsa, yəni aşağı yapışan hissəsidir və ən axırıncı ora əmələ gəlir. Çünki bu qopub düşəndən sonra əmələ gələr də, elə deyil. Yapışması üçün qopub düşəndən sonra lazım olacaq da ona. Ayrılandan sonra da müstəqil canlıya çevrilirlər. Sonra burada sporla çoxalanları görürsünüz. Kif göbələyidir, mukor və quş mamırı, həmçinin qıcılar da bura aid edə bilərik ki, bunlar necə çoxalırlar? Sporlarla çoxalırlar. Vegetativ çoxalma. Bitkilər, bəzi heyvanlar və göbələklər bədən hissələri ilə də çoxala bilir. Belə çoxalma vegetativ çoxalma adlanır. Məsələn, hidranı və ya yastı qurtlardan olan planarinin bədənini bir neçə hissəyə bölsək, onun hər birindən yeni orqanizm inkişaf edəcək. Göbələklər yeni orqanizmə başlanğıc verən mitselinin bir və ya bir neçə hüceyrəsinin ayrılması yolu ilə çoxala bilir. Yəni bu nə deməkdir? Tutaq ki, göbələyi qoparmısınız da, elə deyil. Əgər bir az da olsa, həmin göbələkdən bir qalıq qalsa, mitselisi bir az da olsa torpaqda qalsa, ondan yeni göbələk inkişaf eləyəcəkdir. Yeni də tapşırıqlara baxın. Çiçəkli bitkilərdə vegetativ çoxalmalara baxaq. Vegetativ çoxalma təbiətdə geniş yayılmış çoxalmadır. İnsanlar əsasən kənd təsərrüfatında və dekorativ bitkilərin artırılmasında bundan istifadə edirlər. Vegetativ çoxalmaya çiliklə çoxalma aiddir. Kök çilikləri, gövdə və yarpaq çilikləri, bığcıqlarla kök pöhrələri və bicləri şəklində dəyişmiş zoğ və köklər və calaq vasitəsilə çoxalma aid edilir. Çiliklə çoxalma nədir? Vegetativ orqanının üzərində tumurcuq olan kiçik parçasıdır. Yəni elə çiliklə çoxalmaq üçün şərt nədir? Haranı götürürsənsə, kökü mü götürürsən, gövdəni mi götürürsən, yarpağı mı götürürsən, fərqi yoxdur. Onun üstündə tumurcuq olsun ki, sən onu çiliklə çoxalda biləsən. Mütləq olmalıdır. Kök və gövdə çilikləri ilə bir çox ağac, kol bitkilərini artırmaq mümkündür. Yazda cavan zoğlar götürülür. Cavan zoğlar, yəni üstündə tumurcuq olan cavan zoğlar götürülür və onlar münbit torpağa və ya nəm quma əkilir. Məsələn, qarağat, qızılgül, ətirşah. Yarpaq çilikləri ilə çoxaltmaq mümkündür. Məsələn, bənövşədir. Burada qeyd eləməyiblər, limondur, aloedir. Bunlar da çoxaltmaq mümkündür yarpaqlarla. Yarpaqda olan əlavə tumurcuqlardan bitkinin yerüstü gövdəsi yaranır. Quşarmudu, ağcaqovaq, yasəmən, moruq və sair ağac və kol bitkiləri köklərində olan əlavə tumurcuqlardan kök pöhrələri əmələ gəlir. Şəklini dəyişmiş orqanlar. Gövdə yumrusu, məsələn, kartof, topinambur, kökümsovlar, çayır ayrıqotu, soğanaq, soğan, sarımsaq, soğanaqlı yumrular, qarğa soğanı, zəfəran, bığcıqlar çiçərəkdir, qaymaq çiçəyidir. Bu şəkildə çoxala bilirlər. Bastırma qələm necədir? Deməli, buna firqəndə üsulu da deyirlər. Bastırma qələmdə bitkidən ayrılmadan bastırma qələm bitkini qopartmırlar. Yəni hər hansı bir hissəsini qopartmırlar. Sadəcə olaraq bitkidən ayrılmadan kök verməsi üçün yerə bastırılmış xüsusi zoğlardan ibarətdir. Bu zaman bitkinin budağını əyərək üfüqi sürətdə torpağa bastırırlar. Baxın, şəklə baxın. Qopartmayıblar. Görürsünüz, sadəcə elə bir onu əyiblər və torpağa nələrsə vasitəsilə bərkidiblər. Calaqla çoxaltma. İlk öncə onu qeyd edim ki, calaqla çoxaltma Miçurin tərəfindən elmə gətirilib. Miçurin 11-ci sinifdə tanış olacaqsınız kimdirsə, bu adı yaxşı yadınızda saxlayın. Çünki Miçurinin elədiyi işlər özü imtahana düşən mövzulardır. Deməli, Miçurin tərəfindən gətirdi. Bitkinin bir hissəsinin başqa bir hissəsi ilə birləşdirilməsi calaqdır. Bir-birinə calayır da, yəni. Bu zaman kökü torpaqda olan bitki cır bitki olur, calaqaltı. Qələm götürülən bitki hissəsi isə calaqüstü olur. Və sizə maraqlı ola bilər ki, bəs yaxşı, calaqaltı ilə calaqüstünü elədik. Bu meyvələr hansından əmələ gələcək? Calaqaltının üstündə əmələ gəlir, yoxsa calaqüstünün? Təbii ki də calaq üstünün üstə əmələ gələcək də. Calaqaltı bəs nə işə yarayır burada? Sadəcə olaraq torpaqda su ilə təmin olunmuş maddələri sovurur da, yəni torpaqdan suyun sovrulmasında iştirak edir, calaqüstü isə bar verir.
Sadə calaq vardır, yarıma calağı və göz calaq kimi növlər vardır. Sadə calaqda calaqüstü və calaqaltı eyni yoğunluqda olur. Bu hissələrdə kəsik səthləri bir-birinin üzərini tamamilə örtür. Sonra onlar sarğı ilə möhkəm bağlanır. Sadə calağı adətən yazda aparırlar. Nə vaxt aparıldığını da əzbərləyin. Testdə, yəni sual görmüşdüm ki, sadə calaq hansı ayda aparılır? Yazda aparılır. Göz calağında isə calaqaltının üzərində T şəkilli kəsik aparılır. Buraya azca oduncaq hissəsinə malik tumurcuq yerləşdirilir. Meyvə ağaclarının əksəriyyətini də calaqla çoxaltmaq mümkündür. Vegetativ çoxalmanın təbiətdə əhəmiyyəti. Bitkilərdə bəzi hallarda toxumla çoxalma çətinlik törədir. Məsələn, çiyələk kölgəli yerlərdə çiçək açmır və toxum meyvə əmələ gətirmir. Bəs yaxşı, bu çiyələk necə çoxalmalıdır? Bu şəraitdə onu vegetativ çoxaldırlar. Vegetativ çoxalma nəticəsində orqanizmlər tez yayılır və yeni yaşayış mühitini tuta bilirlər. Vegetativ çoxalma zamanı ana bitkinin əlamətləri saxlanıldığı üçün bağçılıqda geniş istifadə edilir və qiymətli əlamətlər olduğu kimi nəsildən nəslə ötürülür. Çünki yəni heç bir dəyişiklik olmur da. Hansı qiymətli əlamət varsa vegetativ çoxaldıb onu eyni şəkildə də başqa nəslə ötürür. Toxumla çoxaltdıqda adətən belə əlamət saxlanılmır və nəticədə cır bitki yaranır. Vegetativ çoxalma yolu ilə daha qısa vaxt ərzində yeni bitki yetişdirilə bilir. Bu şəkildə. Deməli, bu qədər dərsimiz. Əgər nəsə başa düşmədiyiniz hər hansı bir yer oldusa, mütləq şərhlərdə yazmağınızı məsləhət görürəm. Bu qədər. Sağ olun. İnşallah gələn dərsdə sizə tozlama mövzusunu izah edəcəm.